Virtual dünyanın qaranlıq, gizli və sirli tərəfləri çoxdur. Bu rəqəmsal dünyanın ən önəmli tərəfi dünyada başqa heç bir yerdə bu qədər böyük informasiyanın mövcud olmamasıdır. İnformasiya isə məlum olduğu kimi günümüz vəhşi iqtisadi, siyasi və sosial sistemdə ən vacib ünsürdür. Təsəvvür edin 2015-ci il üçün artıq virtual dünyada 8 zettabaytdan artıq məlumat vardır. Hər dəqiqə internet vasitəsilə 200 milyon e-mail göndərilir. Və bu 8 zettabaytlıq məlumatların içərisində telefon danışıqları, e-maillər, fakslar, chatlar, mesajlar, sosial şəbəkədəki aktivliklərimiz, şəxsi məlumatlarımız, NASA-nın araşdırmaları, bank hesabları, NATO, BMT və digər qurumların sənəd və yazışmaları, dövlətlərin sənəd dövriyyəsi, strateji obyektləri, xəritələr, şirkətlərin strategiyaları, məhsulları, araşdırmaları, hətta müxalif və rəqiblər haqqında incə detallar mövcuddur. Son vaxtlar müxtəlif silah sistemləri belə, məsələn, Patriot, GLONASS və s. internetə qoşulmuşdur. İndi təsəvvür edin, bu məlumatları əldə etmək dövlətlər, təhlükəsizlik orqanları və müxtəlif korporasiyalar üçün nə qədər həyatıdır. Bax, bu yerdə xakerlik meydana çıxır və xakerlərin xidmətlərinə ehtiyac duyulur. Kimdir bu xakerlər? Ümumiyyətlə, əvvəllər xakerlər ən profesional proqramçılara deyirdilər. Hər nə qədər bu termin İKT termini olmasa da, hal-hazırda bu virtual dünyanın ən məşhur ünsürüdür. Hak mənası kəsmək, yonmaq kimi olsa da, tərifi başqasına aid məlumatları əldə etməkdir. Yəni, xakerlik başqasına aid məlumatları hər hansı şəkildə virtual ortamda əldə etmək, daha doğrusu oğurlamaqdır. Əsas qazanc yolları bank hesablarından pul çəkmək, müxtəlif məlumat bazalarını satmaq, kiber hücumlardır. Xakerlər həmçinin kiber müharibənin ən cəsur və həvəskar döyüşçüləridir. Onlardan təkcə məlumat oğurlamaq yox, həm də dağıdıcı məqsədlərlə də istifadə olunur. Xatırlayırsınızsa, Rusiya Gürcüstana hücum edərkən Gürcü TV kanalları və saytlarının əksəri xaker hücum nəticəsində tamamilə çıxarılmışdı və bunun nəticəsində Gürcüstan blokada vəziyyətinə düşmüşdü. Son vaxtların xaker xobilərindən biri də bord kompüteri olan maşınların nəzarətini ələ keçirməkdir. Artıq bu dərəcədə təhlükəli olmağa başlamışdılar. Xakerlər şəbəkəyə qoşulmayan cihazları, PC-ləri belə xakerləməyə başlayıblar. Mobil cihazların bazara çıxmasıyla mobil xaker alətləri də meydana gəldi. Hər hansı Android planşedə yüklənmiş xüsusi proqramlar vasitəsilə xakerlər qəbul otağında oturub bankın, şirkətin şəbəkəsinə daxil olub istədiyini edə bilər. Məşhur xaker qruplardan Anonymous və Red Hat haqqında daha ətraflı məlumat etsəniz, daha maraqlı nüanslarla qarşılaşa bilərsiniz. Maraq üçün məsləhət görərdim, Tor haqqında araşdırma edəsiniz. Burada önəmli bir xüsusi qeyd etmək istərdim. Əvvəllər xakerlər yalnız başına hərəkət etməyi sevərdilər və nadir hallarda qrup şəklində çıxış edərdilər. İndi isə virtual dünyada belə bir tendensiya müşahidə olunur ki, bəzi dövlətlərin təhlükəsizlik orqanları xaker qrupları qurub idarə edirlər. Buna misal İranın Buşehir atom stansiyasına darmadağın edən məşhur Stuxnet kibervormu, sonradan Amerika, İsrail və bir neçə başqa dövlətin bir yerdə həyata keçirdiyi kiber hücum, yəni xaker aktı olmasını misal çəkə bilərik. Xakerlik artıq bir peşəyə çevrilmişdir. Məsələn, böyük şirkətlər ağ şapkalı xakerləri təhlükəsizlik zabit kimi işə götürür, şəbəkələrinə intrusion, yəni daxil olma testləri etdirir, konsultasiyalar alırlar. Ağıllı xakerlər təhlükəsizlik şirkətləri qurub, banklara və digər şirkətlərə, hətta dövlətlərə öz xidmətlərini təklif edir. Hətta etik xakerlik deyə bir sertifikat da meydana gəlmişdir. Sonradan qeyd edim ki, artıq bir neçə ildir bir çox dövlətlər öz kiber ordularını qururlar və bu orduların ən əsas döyüşçüləri xakerlər, sysadminlər, database administratorları və proqramçılardır.